və s. Ora mən bir kəlmə söz artırardım. Professor Neymət Qasımov. Mən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına ədəbiyyat institutunda çalışıram. Mənim idarəmdə heç olmasa bir 50-yə yaxın elmlər doktoru, professor var. Elmlər doktorlarına ancaq o zaman professor adı verirlər ki, onların aşağıdakı şərtlərə cavab verməyə gücü çatsın, qüdrəti çatsın. Şərtlərdən biri, bu adamın filan qədər gərək kitabı çap olunmuş olsun. İkinci şərt, bu adam gərək özünün məktəbini yaratmış olsun. Bu məktəbin davamçılarının sayı ən azı 5 nəfər olsun. Yəni, elmlər doktoru azı 5 elmlər namizədi yaratmalı, yaşatmalı, inkişaf etdirməli, meydana çıxartmalıdır ki, ona daha o bir şərtlərdə bilən professor adı verilsin. Bugün mən burada təxmini bir belə saymağa çalışdım. Burada bu səhnədə 20-yə yaxın cavan, gənc, uşaq hətta istedadını gördüm. Siz də məndən şahid olsun. Amma onun özünün bir ifadəsindən eşitdim ki, yüzlərlə şagirdi var. Yüzlərlə şagirdi var. Yəni, o şagirdlərin bir qismi bu məktəbi artıq bitirib çıxıb gediblər. Həyatımızın ən müxtəlif sahələrində fəaliyyət göstərirlər. Birinci növbədə saz, söz adamlarıdırlar, sənət adamlarıdırlar. Belə olan surətdə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası deyilən o idarənin bütün tələblərinə cavab verən Neymət Qasımov sənətşünaslıq elmləri doktoru və professorudur. Mən onu almışlayıram. Xüsusilə laf axırda ifa elədiyi Misri də şirmai sazında çox böyük incəliklə, ustalıqla səsləndirdiyi Misrisi də içində olmaq şərti ilə onun sənətinin özəllikləri, gözəllikləri sizin çoxunuza bəllidir. Mən Neymətə belə qulaq asanda yadıma bizim Azərbaycan incəsənətinin tarixindən bir epizod düşdü. Dahi Üzeyir Hacıbəyli 1910-cu ildə özünün Leyli Məcnun əsərinin ifaçılarından ibarət bir dəstə ilə Qarabağa, Şuşaya gedir, orada bir tamaşa verir. Tamaşaya bir az qalmış məlum olur ki, baş rolun ifaçısı, Məcnun rolunu ifa edən filan kəs yoxdur. Axıddılar, bir yerdə gəliblər. Məlum olur ki, bu ifaçını, Məcnun rolunda gözəl oxuyan bu ifaçını Qarabağlılar o qədər çox istəyirlər ki, tutub dağıtıb aparıblar məclisə, evə falan yedirdiblər, biraz içirdiblər. Kişi öz halında deyilmiş ki, düzəməlli başlı gəlsin, səhnələrə çıxış eləsin. Üzeyir Hacıbəyov çaşır qalır ki, neynəsin, nə tərləsin? Elə məclisə baxır, daha doğrusu zala baxır, hamısını tanıyır da, Şuşalı. Köklü Şuşalıdır, Ağcabəddə doğulub, Şuşada böyümüş bir bəstəkardır. Yadına düşür, filan oğlu filan kəsdir. Bu filan kəsin nəvəsi filan. Onlar nəsillikcən oxuyan olmalısı. Onda yaxşı tanıdığı bir nəfəri işarə edir ki, gəl səhnənin arxasına. Gəlir, deyir, mən sana biraz buxdan saqqaldan düzəldəcəm. Hazırlaş, Məcnun oxuyarsan indi. Eşidin, nədir Məcnun? Tarda çalınacaq muğamlar, Məcnun rolunun ifaçısı da o yerində qaldıracaq, oxuyacaq. Bu da Qarabağlıdır, Şuşalıdır. Bunlar hamısı elə anadan gəlmə oxuyandır. Necə ki, Neymət və Neymətin coğrafiyası anadan gəlmə aşıq olan kimi. Beləliklə də həmən adam gəlir, tez düzəldirlər, burun düzəldirlər və s. Və bir müddət sonra elə çıxış eləməyə az qalmış, özünə gələn həmən artist, həmən ifaçı, mən onun adını çəkmək istəmirəm, gəlir ki, Üzeyir bəy, biraz genç olsa gəlmişəm daha, bağışda günəm. Deyir, səni buraxıram səhnəyə. Amma unutma günəm, bura Qarabağdır. Burada hansı daşı qaldırsan, onun altından bir Məcnun çıxar.
Burada hansı qapını döysən, oradan bir mələk sima Leyli oxuyanı çıxar. Ona görə də bizlə belə zarafat eləmək olmaz. Rəhmətli Üzeyir bəy sağ olsaydı, Mehmet Qasımovun bugünkü tədbirini görsəydi, eşitsəydi, o, yəqin bu ifadəni bir qədər başqa cürə işlədər. Deyərdi ki, bu Azərbaycan torpağının, bu bizim Türk balalarımızın, evlərinin, eşiklərinin hansının qapısını döysən, oradan bu cür istedadlar çıxar, gözəl aşıqlar, yüksək səviyyəli ifaçılar, həm saz ifaçıları, həm qəlbi sözlə dolu ifaçılar çıxar və onların hərəsi bir məclisin yaraşığı olar. Beləliklə də uzun danışmaq, xüsusən bu cür gözəl istedadların yanında çox qəbahətdir. Amma o iki uşaq ki, axırda çıxdılar. Neçə yaşı var Mehmet müəllim olur? 7 yaşı keçiblər. Allah Allah. 7 yaşın olur. Sənin taytuşların müəllim əlinə verdiyi qələmi düzgün tutmağı başarmaya hələ. Sən o incə barmaqlarınla bu gözəl ifanı eləyəsən. Allaha and olsun, mən yerimdə otura bilmirdim. Mən çox üzr istəyirəm, vaxtınızı aldım. Mehmet müəllim, mən sizi bir daha təbrik edirəm. Bu uşaqların hamısına böyük səadət arzulayıram. Maşallah, hər biri bir fərddir, sənətkardırlar. Bugün 7 yaşı var, 10 yaşı var, 14 yaşı var. Sabah o 20-25 yaşlarında böyük sənətkar olacaq. Mən bir daha təbrik edirəm. Sağ olun, bağışlayın.